Hamıya salam, kanalımıza hamınız xoş gəlmisiniz. Bugün sizə bu gözəl Bakı paxlavalarının necə hazırlandığını göstərəcəm. Əvvəlcə şirəni hazırlayaq. Bunun üçün bizə lazım olacaq 2 stəkan şəkər tozu və 1 stəkan su. Qaynamağa başladıktan sonra 1 çay qaşığının ucunda limon duzu əlavə edirik. Bunu şirəmizin xarlamaması üçün edirik. Şirə qaynadıqdan 5 dəqiqə sonra ocağı söndürürük. İndi isə keçək xəmirin hazırlanmasına. Bizə lazım olacaq 700 qram un, 150 qram kərə yağı, 3 yumurta sarısı, xama 200 qram, vanil 1 paçka, şəkər tozu 1 çay qaşığı, duz 1 çimdik, maya yarım çay qaşığı, süd 1 stəkan. Mayanı aktivləşdirmək üçün üzərinə 2 çay qaşığı su əlavə edib yaxşıca qarışdırırıq. Südü xəmirə az əlavə etmək lazımdır ki, xəmir çox yumuşaq alınmasın. Xəmiri yarım saat müddətində mayalanmağa qoyuruq. İndi isə içliyi hazırlayaq. İçliyi hazırlamaq üçün 500 qram qoz ləpəsini blenderdən keçiririk və 400 qram şəkər tozu ilə qarışdırırıq. Üzərinə isə 1 çay qaşığı hil əlavə edirik. Tavanı kərə yağı ilə yağlayırıq ki, yuxanın tərpənməzliyini saxlayır. Xəmir artıq mayalandı. Üst kündəni 350 qram, alt kündəni isə 250 qram olmaqla ayırırıq. Qalan xəmiri isə 70 qramlıq kündələrə ayırırıq. Xəmiri laylara ayırırıq və hər layı çox nazik şəkildə yayırıq. Listə ilk xəmir qatını yerləşdiririk və üzərinə əridilmiş yağ çəkirik. Sonra qozlu qarışımdan azca əlavə edib yeni xəmir layı qoyuruq. Bu qayda ilə qatları düzəldirik.
Paxlavanın kənarlarını səliqəyə salıb xəttkeş vasitəsilə ayırırıq. Paxlavanı rom şəklində kəsirik. 3 yumurta sarısını 1 xörək qaşığı miqdarında duru yağ əlavə edərək yaxşıca çalırıq və paxlavanın üzərinə çəkirik. Rombların üzərini biz təmizlənmiş badamla bəzədik. 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə ərzində bişiririk. Bıçaqla təkrar rombların arasını aralayırıq ki, üzərinə əlavə edəcəyimiz 1 stəkan əridilmiş kərə yağı paxlavanın qatlarına hopsun. Paxlavanı üzəri qızarana dək sobada bişiririk. Paxlavanın romblarının aralarını təkrar aralayırıq və əvvəlcədən hazırladığımız şirəni paxlavanın üzərinə eyni miqdarda olmaqla hər tərəfli paylayırıq. Paxlava Şərq mətbəxinin ən qədim və ləziz şirniyyatlarından biridir. Bakı paxlavası isə özünə məxsus dadı, incə qatları və gözəl görünüşü ilə seçilir. Adətən bayram süfrələrinin bəzəyi olan bu şirniyyat xüsusilə Novruz bayramında hazırlanır. Paxlava bolluq, bərəkət və şirin həyatın rəmzi kimi qəbul edilir. Əgər videonu bəyəndinizsə kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Siz də bişirin, nuş edin. Hələlik!